Uşaqlarda enurez dediğimiz gece sidik kaçırması problemi olur. Bu bilirsiniz, uşaq yeni doğulan dövrdə pampers veya bezdə olur. Daha sonraki dövrlərdə artıq pampersdən çıxma dövründə gecə qaçırma olduğu üçün valideynlər bundan narahat olur. 5 yaşınacan bu fiziolojikdir, narahat olmayın, buna bir şey eləməyə ehtiyac yoxdur. Əgər 5 yaşından sonra sidik qaçırma gecələr arada və ya həmişə daimi davam edirsə, bu anormal vəziyyətdir. Bunun üçün həkimə müraciət edin. Müxtəlif fizioterapist həkimlərimiz var, məsələn bu yöndə. Uşaq həkimi olmayan həkimlərimiz var, dərmanlar yazır. Bunları içməyin, çünki faydası olmayacaq. Doğru-dürüst müayinələr olunmalıdır. Altda yatan bir patologiya varmı, yox, o dəqiqləşməlidir. Ondan sonra müalicəsi olunmalıdır. Bir də ki, bu monosimptomatik enurez deyirik, gecə enurezi. Bir də var ki, gecə və gündüz qaçırmalar davam edir. Bu anormaldır, normal deyil. Patolojik olduğu üçün həkimə mütləq müraciət edib bütün böyrək, sidik hissəsi və sidik yolları hamısı yoxlanılmalıdır. Buna diqqət edin və enurezin müalicəsi bəsitdir, rahatdır. Düzgün alınmış müalicə və önlənmiş tədbirlərlə enurez xəstələri 3-4 ay ərzində bu problemdən qurtula bilir. Ona görə bu sahədə diqqətli olun və müalicənizi düzgün həkimdə, düzgün yerdə elətdirin.